Bugün ən çox soruşduğunuz bir sualı cavablamaq istəyirəm. Doktor, Helicobacter pylori bir insandan digər insana yoluxurmu? Əgər ailədə bir nəfərdə Helicobacter pylori aşkarlanıbsa da, digər ailə üzvlərinə keçə bilərmi? Bugün mən Helicobacterın yoluxma yollarından danışmaq istəyirəm. Bəli, Helicobacter pylori ağızdan ağıza, tüpürcək vasitəsilə, öpüşmək vasitəsilə, eyni qab-qacaqdan, çəngəldən, qaşıqdan istifadə edəndə, diş fırçasından istifadə edəndə keçə bilər, yoluxa bilər. Bundan başqa həmçinin nəcisdən ağza, yəni əgər sanitar gigiyenik qaydalara əməl etmiriksə, xüsusən də uşaqlarda nəcisdən yenidən ağza yoluxma ola bilər ki, bu da infeksiyanın yaranmasına, xəstəliyin yaranmasına səbəb ola bilər. Həmçinin qidalar vasitəsilə, çirklənmiş su vasitəsilə və yaxud da yaxşı bişməmiş ət, göyərti, meyvələr vasitəsilə biz Helicobacter pyloriyə yoluxa bilərik. Əgər yoluxandan sonra xəstəlik yaradıbsa da, şikayətlərimiz varsa da bu zaman müalicə veririk. Çünki demək olar ki, əhalinin 80%-dən çoxunda Helicobacter pylori aşkarlana bilər. Lakin əgər əlamət verməyibsə, klinik şikayət yaratmayıbsa, müalicə etmirik. Bir də əgər ailədə mədə-bağırsaq xərçəngi riski varsa, bu insanlarda şikayət olmasa belə Helicobacter pylori mütləq müalicə olunmalıdır. Uşaqlara isə artıq 10-12 yaşından Helicobacter pylori müalicəsi veririk. Tamamilə erdikasiya edə bilirik ki, gələcəkdə yarana biləcək mədə xoralarının, 12 barmaq bağırsaq xoralarının, ağırlaşmaların qarşısını alırıq.